bizim vaqiəmizdə əsasən quburilərlə bir ortamda olduğumuza görə cəhmilərlə, cərcisilərlə aramızda mübahisə predmeti olan adamlar quburilərdir, şirk edənlər, qəbrə ibadət edənlər. Və İslam şəriətində də quburinin, qəbrə ibadət edənin, qəbrə istiğasə edənin, ondan kömək istəyənin hökmü məqtuun bihi, apaçıqdır. Elə bir kəsin də təşvirində tərəddüd eləyən, tavaqqüf eləyən insan elə həmən o müşrikin hökmündədir. Ondan sonra onun nəzəri cəhətdən kim nə qədər insan varsa tərəddüd eləyən, şübhə eləyən, tavaqqüf edən, hamısı əvvəlki müşrikin hökmündədirlər. Niyə? Çünki müşrikin kafir olması şərən məlum din bid-darura, dindən bilinən zəruri bir məsələdir. Quran elə buna görə nazil olub ki, Allaha ibadət edin, başqalarına ibadət etməyin. Peyğəmbərlər buna görə göndərilib. Bütün kitabların, rəsulların məqsədi budur. Yəni bunun hökmündə əgər insan tərəddüd edirsə, ümumiyyətcə İslamın bütün nübüvvətin hamısına, Adəmdən Muhammedə qədər şübhə eləyən bir insandır. Şeyxülislam İbn Teymiyyə rahiməhullah Bəyan Təlbisul Cəhmiyyə adında belə bir kitab var. Cəhmiyyə firqəsinin təlbisinin, yəni saçdırmalarını, saptırmalarının bəyanı kitabında deyir ki, Mən əbədəl əsnəm əv şeyən minəl məxluqat. Kim bir bütə ibadət edər və yaxud da məxluqatdan olan hər hansı bir şeyə ibadət edərsə, fəhuvə kafirun müşrikun bi ittifaqir rusul. Həmən kəs bütün rəsulların ittifaqı ilə kafirdir, müşrikdir. Bu yəni qəti bir məsələdir. Bir insan şirk edirsə, Allahdan qeyrisinə dua edir, qəbirlərə istiğas edir, onun şəriətlə hökmü məqtuun bihi, qətidir. Quran elə hamısı buna dəlalət edir. Peyğəmbər sallallahu əleyhi və səlləm elə buna görə göndərilib. Və onun təşvirində tərəddüd edən hər hansı bir səbəblə ona təbil üzü gətirən, cəhalət üzrünü gətirib dayanan kəs həmən müşrikin hökmündədir. Ondan sonra onların ikisi eyni olduğu halda 3-cü, 5-ci insan da çıxıb ikincinin, birincinin təşvirində dayanırsa, elə həmişə elə bir birincinin hökmündə dayanmış kimi sayılır. Yəni şirklə bağlı şəriətin bir də bildirdiyi şey budur. Və Quran surələrində, Quran ayələrində Allah Azza və Cəllə şirk edən insanı nə edir? Təfsilatsız təşvir edir. Allah Azza və Cəllə Zümər surəsində buyurur ki, və İzə məssəl insənə dur, də'a rabbəhu munibən ileyh. İnsana bir zərər üz verdikdə, Rəbbinə üz saraq ona yalvarar, yalnız ondan istəyər. Sümmə İzə xavvələhu ni'mətə minhu nəsiyə mə kənə yədu ileyhi min qablu. Sonra biz onun o istədiyi, yalvardığı şeyi ona verdikdə, ona bir ardınca bir nemət verdikdə, əvvəldən o yalvarmağını unudar. Və cəalə lillahi əndədən liyudillə ən səbilihi. Və bundan sonra da yenə başlayır Allaha şərik qoşmağa və Allahın yolundan saptırmağa. Deməli, bir insandır, birinci tövhid əməlidir, tək Allaha dua edir, yalvarır. Ardınca nə edir? Şirk işləyir. Bir insandır, Allah Azza və Cəllə deyir ki, və cəalə lillahi əndədən, şirk işləyir. Ardınca nə deyir Allah Azza və Cəllə bu şəriətin hökmündə? Qul, ona de ki, təməttə bi kufrikə, qalilən innəkə min əshabin nər. Az bir müddət öz küfürünlə əylən, sən cəhənnəm əhlindənsən. Allah Azza və Cəllə deyir ki, Allaha şərik qoşar, ardınca nə deyir? Qul təməttə bi kufrikə, küfürünlə əylən. Yəni Allah Azza və Cəllə həmən bu Allaha şərik qoşan kəsin küfrünə hökm verir. Və yaxud da Allah Azza və Cəllə buyurur ki, və mən yəd'u mə'allahi iləhən əxar. Kim Allahla bərabər başqa bir ilaha dua edər? Allahla bərabər başqa bir ilaha dua etmək nədir şərən? Böyük şirkdir. Və mən kim? Fərq etməz. Allah Azza və Cəllə deyir ki, hər kim Allahla bərabər başqa bir kəsə dua edər. Lə burhənə ləhu bihi. Və bu barədə etdiyi bu dua barəsində ki, Allahdan qeyrisinə heç bir bürhanı da yoxdur. Yəni dəlili də yoxdur. Cahildir. Cahilcəsin edir. Fə innəmə hisabuhu ində rabbihi. O kəsin hesabı Rəbbinin yanındadır. Hisabuhu ində rabbihi innəhu la yuflihul əl-kafirun. Kafirlər nicat tapmayacaqlar. Allah Azza və Cəllə deyir ki, Allahla bərabər başqasına cahilcəsinə dua edir və sondan hökm verir mən kəsə, kafirlər nicat tapmayacaqlar.